Azərbaycan dilində belə bir cümlə var. Vaxt gedir. Səncə bunu ingiliscə necə deyərik? The time is running out. Vaxt gedir. Əgər bu ifadənin məntiqinə baxsaq, run qaçmaq deməkdir. Sürəti bildirən bir şeydir. Qaçırsan, sürətin artır. Bax, bu məntiqlə həmin ifadə var. Time is running. Time is running out. Vaxt gedir. Vaxt sürətlə gedir, bitir, qurtarır. İndi gəlin bir neçə nümunəyə baxaq bundan bağlı. We'd better hurry. Time is running out. Yaxşısı budur, tələsək. Vaxt gedir. I need to decide soon. Time is running out. Tezliklə qərar verməliyəm. Vaxt uçur. We can't waste any more time. Time is running out. Biz daha vaxt itirə bilmərik. Vaxt gedir. Don't wait too long. Time is running out. Çox uzun gözləmə. Vaxt gedir. Baxın, indi biz yeni bir ifadə öyrəndik, amma bu ifadəni görməklə qalmamalıyıq. Həm də bunu məşq eləməliyik axı. Danışmalıyıq ki, həmin ifadə bizim daha yaxşı yadımızda qalsın. Həm də danışıq məşq eləyək. Ona görə də sizə bir sirr verəcəm. Bu ifadənin ətrafında danışacaqsınız. Necə? Bu ifadələrlə bağlı cümlələr düşünməyə çalışın. Adətən harda istifadə edirsiniz və yaxud da istifadə eləmisiniz? O situasiyanı tapın və həmin bu ifadənin önünə başqa bir cümlə qoyun və həmin cümlə ilə birlikdə bunu deməyə çalışın. Necə ki, bayaq mən nümunələrdə dedim, siz də elə bir heç olmasa 2-3 cümlə qurub danışmağa çalışın. Elə bir situasiya yaradın. Təsəvvür eləyin ki, nəyəsə görə tələsirsiniz və bu ifadəni istifadə edirsiniz.